Deməli, evi təhvil verdik, çıxdıq yola. İnşallah sağ-salamat gedək çataq. Yolda biraz belə Pyorkadan bazarlıq elədik. Belə bunu Melisa xoşlayır. Bizdə bunun başqa cürəsi var. Burada adı belədir. Yox, elə orada da sulyonkadır da. Salyonka. Ha, bu meyvəli salyonkadır. Burası üstü bəzəyi başqa cürdür. Həm də ki, bu yekədir. Bizdəki balacadır. İndi çəkərəm. Biz evimizə qaydan da orada. Mən belə bir peçeniya götürdük. Bu 40 manat idi, nə yaxşı. 2 dənə götürdük. Limon götürdük yoldaşım. Banan götürdük uşaqlara. Sağ ol. Nə qəşəng daddır, sağ ol. Sonra alma götürdük. Qlabalın alması balaca. Burada var belə. Sonra uşaqlar areş xoşlayır. Areşka götürdüm. Sonra baxın. Siz nə götürdünüz? Biz belə masita. Aha, biz də belə kola götürdük. Melisa da bir de sok. Elə. Melisa вкусно? Вкусно? Gözəllim. Maşallah sağ. Belə, bu da bizim sumkamızdır. Orada da var. Nektarin elə qəşəng dadır ki, suludur. Mama öğrenip dolar. Hı. Tamına bakma. Olar. İndi bu Azərbaycan nəsə aparır, yoxsa gətirir? Пошел. Папа, стой, стой, папа. Папа, папа. Вкусно? Правда, кусочка ломяна не gidiyor. Ay Allah, yağış yağanda tökülüb elə bir. Nə qədər dilleşləri. Bu can verir. Bak, bu ruşka mani называется. Melisa görən kimi ayaqlayır. Bu bir kısası kırılıp hoppana bilmir. Hoppana. Ben içeyim. Sağ ol, sen mi? Yok. Kapılar değil.
Nə təcrübəsiz, mən düşürəm. Burada снег, платье мокрое. Altına gidiyorsun. Coca-Cola əsli var ya burada. Evi çəkmək istəyirəm, artıq dincəlmişik, yatmışıq, durmuşuq, yeməyimizi də yemişik, qəşək. İndi istəyirəm evi çəkəm. Baxın, bu çöl qapıdır. Çöl qapıdan girişdə belə şkaf. Burada əqqaflarımızı artıq yığmışam. Göstərim. Bura bizim əqqaflardır. Burada da eviyyəsin 2 dənə əqqaf var. Biri arvad əqqafısı, biri kişi əqqafısı. Yəni çəkilək də evdə çölə həyata düşüb yeməyə. Sonra buranı gördünüz. Buradan belə damafondur, bu şkul çatırdı işıqları keçmək üçün. Wi-Fi var. Özüm belə birlə belə çəksəm daha yaxşı olur. Bir də belə baxın. Belə bir şkaf var girişdə. Mən proşkamdır, sumkamdır, bəs elə hər şeyimizi yerləşdirmişəm də. Hə, baxın belə. Belə. Bizim. Sonra bax girişdən solda ayaq yoludur. Ayaq yolu da belədir. Hər şey remontludur, hər şey səliqəlidir, təmizdir, gül kimidir. Burada hamamdır. Hamamdan paltarlarımızı yoram. Ayırmışam belə. Orada da qum olanları getmişdik dənizə. Orada uşaqla paltar qum olmuşdu. Bura bir paket qoymuşam zibil üçün. Bu onların məhrəbasıdır. İstifadə eləmişik. Belə, bu da hamamdır. Hamam. Yerləşdirmişəm əşyalarımızı. Bu əl sabunları bizim döydə eviyyəsindir. Qoyubdur. Belə sağ olsun. Əqqaflarımızı yumuşam. Şampunumuzu artıq qoymuşuq. Bu da belə. Çox qəşəng, çox səliqəli. Yəni remont zadamız yerində. Maşın atmış, paltar atmışam. Sonra buradan çıxırıq. Qoy ki, buranı göstərim. Bura İspaniyadır. Bax, gördünüz, girişdə birinci otaq İspaniya. İspaniyadır. Fedya yerdən dur, Fedya. Dur bir dənə yerdən. Bura İspaniyadır. İspaniyada deçikiblər kravat var. Bu kravatın olmağı möhtəşəm bir şey oldu. Melisa'ya görə. Evdə də bilirsiniz də Melisa'nın kravatı belədir. İndi rahatca uzan. Elə sevindi ki, kravatı görəndə yazı uşaq. Maşında qalmışdı necə gündür. Hə, burada Melisa da yatıb rahat, qəşək. Bu da belə 2 nəfərlik İspaniyadır. Qəşək. Buranın elə bir balkon olub əvvəldən. Sonra açıblar belə bir qaydırov yeri. Paltarlarımızı yığmışam. Bura səliqəli, belə addenir. Uşaqlar hamımızın paltarı buradadır. Kimə nə lazım oldu götür. Burada 2 dənə belə şkafdır. Bura boşdur, amma burada pastellər var. Onları da göstərim. Qəşək baxın. O namaz qılmaq üçün kovrikdir. Baxın, burada belə. Burada belə cərgə ilə sərgəli, təmiz, tərtəmiz. Qoxusu gəlir o dərəcədə təmiz. Ütü var. Pastellər ütülüdür hamısı da. Ütü də var.
Sonra paltar asmağa suşubka da var. Üçü də buradadır. Çöl aynadır, həyata baxır. Pilsos var. Yerdə polda belədir. Sonra yandırma aşağı yaxşı. Lazımdır gündüz vaxtı. Buranı axırda çəkərəm. Bura zaldır. Gördünüz, bura spalnidir, bura zaldır. Zarına girişi belə. Baxın. Burada belə bir televizordur. Şkafıdır. Sonra burada belə güldan. Bu güldandan çox qorxuram. Melisa zat qıra bilər. Bu divan üstünün stollar, balışlardır. Onu çıxartmışıq. Divan da belə uşaqlar yatıb durub. Divan açmışıq. Divan belədir. Açılır, o da açılır. Bu da açılır. Kreslo açılmır. Belə baxın, maçalkalı, qalın maçalkalı. Baxın, qalın maçalkalı şeydir. Hələn üstür. Belə. Buna müsəlman olduğu üçün belə şeylər də burada ancaq. Yəni bizim zövqümüzə uyğun. Sonra jurnalnisi var, belə bir stolu var. Yəqin ki, bunu heç vaxt işlətməyəcəyik. Televizordur, axşam işlədək. Bu da mənəm. Salam. Belə kondisioneri var. Çox istidir bura, dəhşət istidir. Azərbaycan kimi də buranın havaları. Belə burada da qəşəng belə led işıqlar gedir. Bu qədər. Burada belə işıqları yandırmayın. Burada kuxunadır. Bir dənə zəhmət olmasa çıxın. Mən çəkim. Bura belə 05 eləyim birinci. İndi birlə. Belə kuxunadır. Baxın. Kuxuna da belədir. Bu xaladenikdir. Bizim xaladenikdən də burası bu LG-dir. Bizdə Samsung-dur. Mikrovalnovkası var. Mikrovalnovkası var. Tərtəmizdir, gül kimidir. Sonra bu bizim bazarlıqdır. Pesok almışıq. Belə ağ pesok. Bizdə yoxdur bu pesokdan. Yəni belə deyil bizdəki pesoların üstü. Bu Damaşna keksdir. Evin altında produkt mağazindən almışıq. Bu bilmirəm nədir. Bu bizim hər yolda aldığımız şeylərdir. Bunu da içini göstərim. Bax belə. Ev yaşayışlı ev olubdur. İndi hal-hazırda belə günlük kiraya verirlər. Baxın, burada da qəşəng bol-bol konteynerlər var. Burada da yuyulmuş qavlardır. 6 nəfərlik, hər şeydən 6-6. Luminarxın qavları, çaşkaları, boşqafları. Sonra burada belə duz, soda, uksus, priprava. Belə bu da kaçol deyilən nə deyirlər o. Bu orada stot var idi, mən əskirtdim. Termos, çay üçün. Belə bir sobası var, peçi, qaz piltəsi var. Burada boşdur, işlətməmişik. Yəni, burada qazanları, jaronikləri qəşəng. Burada da var yenə. Sonra qaşığı, çəngəli, bıçağı. Burada da belə çox səliqəli. Hər əlimizi atıb nə tapsaq var, nə istəsək var. Burada zibili. Orada даже filtr də var, su. Budur da. Bu içməli sudur. Filtrlə düzəldiblər. Canım sizə desin sonra. Bu çörəkdir, biz almışıq. Burada pesok var, qənd var. Belə şeylər var. O qazan, nədir? Multivarkadır. Bu da çörək pişirəndir. Belə. Baxın. Müsəlman olduğunu demədən göstər. Oxloy. Bu da onun taxtası. Burada da var. Bunlar da pişirir axı xəncəl. 5 barmaq deyirlər. Bizim xəncəl onlar. Biraz da balaca doğranır. Çox qəşəng olur. Bu da stoludur. 4 nəfərlik qəşəng. Yeməyimizi yemişik, durmuşuq. Mən paltarları atdım maşına. Əhqaflarımızı yudum, onun üçün uşaqlar yedi. İndi gəlib, indi yığışdırmaq istəyirəm. Qəşəng bir pendir aldım. Aldım deyəndə, yəni yoldaşım aldı, düşüb. Bunu göstərmək istəyirəm. Əgər bundan hardasa görsəz, Rusiyada bundan qornuy. 100% alın. Duzu az. Duzludur, duzlu suya qoy. Yumuşaq, duzu az. Mən duz az xoşduram əslində. Duzsuz pendir xoşduram əslində. O da belə qorxuludur. Mal qızdırması zad olar da, belə xəstəlik zad olar deyə. Biraz duzu az xoşduram, yumuşaq xoşduram. Bu duzu azdır, yumuşaqdır. Çox gözəldir, çox.
Bu buradan kefirdir, kefir alır. Kola Gürcüstanın kolası, əsl koladır. Biz tərəfdə əsl kola yoxdur, bilirsiniz özünüz. Bu bananı uşaqlar yolda almışdıq. Bu çabanın simitanıdır, bu kaşetdadır. Bunu yesin-tüklə yemişik biz. Həmişə bu filmi kaşet olur. Sonra pomidor xiyarımızdır, bazarlığımız. Bu da yumurtadır. Bilmirəm neçədir, 10 yəqin ki 20 dənədir, dəqiq bilmirəm. Belə marazilkası boşdur, yəni marazilkası da var. Bu da adını belə yerdir. Ha, su qoyublar, salfetka qoyublar, sonra nə var burada? Belə da nə bilim, belə rumkalar, bakallar, bayramdan bayrama lazım olan şeylərdir. Qonaq gələndə yıl günən gözəl başqaflar, hər şey çox qəşəng. Baxın, servis üçün, servirovka üçün, stola qoymaq üçün çox səliqəli, ev yəsi çox səliqəli insanlardılar. O bilinir qavlardan, düzülüşlərdən. Çox ki, baxın, nə gözəldir. İnansız, hər şey tərtəmiz, ev gül çiçək. İndi bilirəm ki, günlük verirlər. Burada sudur, belə içməli ağ sudur. İstəsən yəni deyib, bundan da istifadə edə bilərsiniz. Bir də ki, yəni orada filtr var artıq. Bu da belə. Bura mən göstərəcəm. Hə, buranı göstər. Pilsosu var. Bir də belə bir süpürgəsi də var. Buraları zaten süpürməyə. Bir də belə konfetlər aldı. Belə çayla içməyə. Belə. Bunu birinci səfərdə yeyəcəm. Yeməmişəm hələ. Nətər oldu. Belədir. Buradan da düşəndə evin altında çəkərəm. Buradan yaxşı görünmür. Deməli bu tərəfə yola baxır. Orada produkt mağazini var, marketlər var. Nə bilim stomatologiya var. Bilmirəm, bizə detski stomatologiya lazım, bilmirəm, detski ora yox. Bazibil atılan yer oradadır. Yaxşı görünmür deyilməsə. Aşağıdan çəkərəm. Hə, belə qızlar. Yazarsınız evində, yəni siz yəni biz şəkildə görmüşük, Avito'da tapmışıq da bu evi. Amma şəkildəkindən daha gözəldir, daha gözəl. İndi o konfet istəyir, baxın, gəlir ora. Hə, şəkildən daha gözəldir. Bax, cəviyə qədər tərtəmiz, cəvənin rənginə baxın. Tərtəmiz, hər şey yuyulub, şotqalanıb, yığılıb, bir dənə tük tapılmaz. O dərəcədə. Sonra buranda cəvəsi çox qəşəng, tərtəmiz, gözəl gül kimi. Sonra ki, yemin evdə yaxşı. Evi uşaqlar da fikir verməyin, yazıqlar 3 gündür yolda oturaq formadadılar. İndi dadını çıxardırlar gəzməyə. Yəni evin. Belə. Bu da 1 saat 37 dəqiqəsi qalıb. Bu paraşok evdə var idi. İndi özümüz də alacağıq. Bax, belə görürsünüz, dibindədir. Özümüz də, mən də mağazin düşəndə alacağım. Pyorkası hələ tapmamışam. Buralarda harda var. Produkt mağazinə girib yoldaşım eləcə həlləliyik. Bir də duş gəlimizdə evdən gətirdim şampunlar. Uşaqların ayaqqabılarını yudum. Gündə damaşniklərini sürtdüm, yudum. Belə. Yəni bu biraz balkon da yoxdur, bilməm harda qurdacağam. Paltarlardır. Hə, belə qızlar, izləmədə qalın. Gözəl vloglar paylaşacağım. Tətillərimizdə nətər keçir günümüz paylaşacağım sizinlə. İzləmədə qalın. Abunə deyilsə abunə olun. Videonu bəyənib yaxınlarınızla paylaşmağı, yorum yazmağı unutmayın. Sağ olun.